Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Sığortalı dost efirdədir. Bugün də sizə sığortanın üstünlüklərindən danışacağıq. Yay tətili ilə bağlı plan qurmusunuz, səfərə hazırlaşırsınız. Bəs gözlənilməz riskləri necə? Düşünmüsünüzmü? Sığortalısınızmı? Axı hadisə bir anın içində gözlənilmədən baş verir və əhvalımızı, planlarımızı, maliyyə sabitliyimizi poza bilir. Bəli, yay mövsümü risklərindən və sığorta təminatından danışacağıq. Studiyamızın qonağı isə Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırovdur. Emil müəllim, xoş gəlmisiniz studiyamıza, sizi salamlayıram. Mən də sizi və tamaşaçıları salamlayıram. Ümid edirəm ki, bugünkü buraxılışda da maraqlı məsələlərə toxunarıq. Bəli, bugünkü buraxılışımızda Emil müəllim biraz əvvəl də qeyd etdiyim kimi yay mövsümü ilə bağlı risklərdən danışacağıq. Düşünürəm ki, indi bizi izləyən bütün tamaşaçılarımız ya istirahətə gediblər, ya da bundan sonra gedəcəklər. Yəni istirahətlə bağlı öz planları var. Gəlin ilk olaraq yay mövsümü üçün ən aktual riskləri, yəni bizim sığortalı vətəndaşımıza hansı risklər gözləyir? Bax bundan başlayaq. Ümumilikdə yay fəslinin də özünün müəyyən bir xarakterik riskləri var. Hansı ki, bu əmlaklarımızı sahibsiz qoyub səfərlərə getməyimiz olsun və yaxud da ki, özümüz xaricdə olduğumuz müddətdə bilirik ki, o müəyyən bir iqlim dəyişikliyinə məruz qalırıq. Orqanizm ona uyğunlaşana qədər müəyyən bir soyuq dəymə halları baş verir. Hansısa bir, tutaq ki, dəniz mövsümüdür, yay mövsümüdür, bir dənizdə müəyyən qədər infeksiyalarla rastlaşa bilirik və s. Ümumilikdə bu səfərdə olduğumuz müddətdə istər əmlaklarımızın sahibsiz qalması, istər avtomobillərlə səyahət etməyimiz, bütün bunlar risklidir. Amma yay mövsümündə xüsusilə bölgələrə səfər etdiyimiz zaman bugün yanğın və partlayış hadisələrini tez-tez eşidirik. Bu da əmlaklarımız üçün böyük bir riskdir və bununla bağlı maksimum qədər sığortaya güvənməliyik, sığortaya etibar etməliyik ki, istər sağlamlığımız olsun, istər əmlakımız. Yəni, hər bir halda güvənli bir mexanizm bugün sığortadır. Bəli, təbii ki, yay mövsümü zamanı bir çox risklər var. Bu, həm əmlakımıza, həm sağlamlığımıza dəyən risklərdir. Buna görə də bir növ yay üçün o ehtiyatımızı görəndə, səfərlərimizi planlaşdıranda, həm də sığorta, necə sığorta olunacaq, bunu da planlaşdıracaq. Elə səyahətlərdən danışmışkən, gəlin səyahət sığortalarından bir qədər danışaq. Vətəndaşlarımız bu sığorta növlərini hardan, necə və hansı qiymətə əldə edə bilərlər? Səfər sığortası bugün artıq aktual sığorta növlərindən biridir. Çünki səfər adından göründüyü kimi səfər etdiyimiz müddətdə sağlamlığımız üçün atıla biləcək mühüm addımlardan biridir. Qarşıdan payız mövsümü gəlir, yeni iş belə deyək ki, mövsümü başlayır, tədris mövsümü başlayır. Artıq bir çox insanlar, tələbələr xüsusilə bakalavr olsun, magistr təhsilləri üçün olsun, təhsillə bağlı səfər sığortasına müraciət edirlər. Ümumiyyətlə, yay mövsümü səfər sığortası üçün ən gözəl aylardır. Çünki istər təhsil, istər adi bir istirahətlər olsun, turizm olsun, iş bizneslə bağlı olsun. Yəni, bu aylarda səfər sığortası daha çox satıla bilən sığorta növlərindən biridir. Bu sığorta növünün mahiyyəti ondan ibarətdir ki, şəxs xaricdə olduğu müddətdə səhhəti ilə bağlı baş verə biləcək hansı bir bədbəxt hadisə nəticəsində və yaxud da ki, xəstəlik nəticəsində səhhətində hər hansı bir dəyişiklik baş verərsə, həkimə müraciət etməli olarsa, orada istər dərman preparatları olsun, həkim müayinəsi, hətta əməliyyatlara qədər olan xərclər məhz səfər sığortasına tənzimlənir. Bugün bu sahə üzrə qiymətlər kifayət qədər aşağıdır. Yəni, bir şəxs, tutaq ki, xaricə səfər edirsə, təxminən 20-25 min manat ətrafında təminat üçün bir həftə əgər gedirsə, burada 10-12 manat vətəndaş ödəniş edir və 20 min manatdan artıq bir təminat əldə edir. Və bu təminatlara daxildə qeyd etdiyim kimi bütün müayinələr, burada daxil olan həkim müayinələri, analizlər olsun, dərman preparatlarına bağlı təminat və eyni zamanda qeyd etdiyim kimi əməliyyatlara ehtiyac olarsa bunlar qarşılanır. Və burada bir məqam var ki, yalnız səfərdə olan müddət ərzində hər hansı bir bədbəxt hadisə baş verərsə, sığorta şirkətləri bunu qarşılayır və yaxud da hər hansı bir xəstəlik olarsa, adi soyuq dəymədən tutmuş, diş ağrısı, suda boğulma, gün vurma hadisələri, hətta bir neçə il bundan öncə yaşanan kifayət qədər böyük bir pandemiya şəraitini yaradan COVID təminatına bağlı olsun təminat və digər bütün xəstəliklər bu təminata daxildir.
Bu hesablanma qaydası isə bir neçə gün, ta ki 2 gündən başlayaraq 365 günə qədər müddətlərə görə qiymət dəyişir, təminatlara görə qiymətlər dəyişir. Bu adından göründüyü kimi könüllü sığorta növüdür. Amma bütün Şengen zonasına daxil olan ölkələr bu sığorta növünü məcburi bir növ tələb edir. Çünki vizanın verilməsi üçün bu sığorta növü bildiyiniz kimi məcburidir. Eyni zamanda bu ilin yanvar ayından etibarən Gürcüstan ölkəsinə səfər edən vətəndaşlardan bu sığorta növü tələb olunur. Amma ümumilikdə götürəndə kiçik bir məbləğ ödəməklə öz həyatımızı səfərdə də sığortalaya bilərik. Çox önəmli bir məqama toxundunuz. Bəli, Gürcüstana gedərkən səfər sığortasının məcburi olması bir müddət əvvəl qəbul edilən bir qərardır. Bundan sonra bu sığortaya yanaşma dəyişdimi vətəndaşlar tərəfindən? Yəni daha artdımı sığortalananların sayı? Bəli, kifayət qədər böyük bir artım hiss etdik, gördük bütün sektor üzrə. Eyni zamanda bu yaxınlarda bildiyiniz kimi Gürcüstana dəmir yol xəttinin açılması da məhz bu sahə üzrə, bu növ üzrə məhsulun satılmasına birbaşa təsir etdi. Həm təyyarə ilə gedən, həm dəmir yol xətti ilə gedən vətəndaşlar bu sığorta növünü əldə edirlər və əsas odur ki, arzu edirik ki, heç bir hadisə olmasın. Amma kiçik bir məbləğ ödəməklə səfərdə olduğu müddət ərzində vətəndaşlar kifayət qədər təminat əldə edirlər. Bəli, vətəndaş, əslində hər bir sığortalı vətəndaş sığortanın nə demək olduğunu təəssüflər olsun ki, hadisə olandan sonra başa düşür. Yəni bir səfər çərçivəsində hər şey sağlam və salamat bir şəkildə keçirsə, bu zaman vətəndaşa sığorta önəmli görünməyə bilər, vacib görünməyə bilər. Amma o zaman ki, hadisə baş verir, bizim səyahətimizlə bağlı hər hansı bir hadisə baş verir və mənim artıq sığortam var və mənim artıq düşünmürəm ki, mən burada hansı qaydada müalicə alacağam, necə edəcəm, bunu necə tənzimləyəcəm. Bax, bu zaman çox böyük rahatlıq hissi də vətəndaşlarımız hiss eləyə bilər. Biz səfər sığortalarından danışdıq, amma səfərlər təbii ki də təkcə xaricə olmur. Həm də bizim vətənimizin, Azərbaycanımızın çox gözəl güşələri var və vətəndaşlarımız çox tez-tez yay boyunca, xüsusilə isti havalarda, bölgələrdə daha sərin bir hava olduğuna görə üst tuturlar bizim bölgəmizə və öz şəxsi avtomobilləri ilə bu səyahətə, bu səfərə çıxırlar. Və bu zaman təbii ki, şəxsi avtomobil deyərkən kasko sığortasının önəmi də gündəmə gəlir. Bax, məlumatı olmayan tamaşaçılarımız üçün kasko sığortasını onlar necə əldə etsinlər? Hazırda kasko sığortası ilə bağlı sığorta şirkətləri hansı qiymətləri və bu qiymətlərə yönəlik hansı güzəştləri təklif eləyirlər? Təşəkkür edirəm bu sual üçün Aytən xanım. Burada əslində çox gözəl sığorta növlərindən və çox vacib sığorta növlərindən biri də məhz kasko sığortadır. Bu sığorta bildiyimiz kimi könüllü sığorta növüdür və bizim avtomobili tam qoruyur. Yəni istər Bakı şəhərində, istər regionlarda ümumiyyətlə respublika üzrə təminat verilir bu sığorta növü üzrə də. Vətəndaş səfərə getdiyi zaman hər hansı bir bölgələrimizə eyni riskləri Bakı şəhərində aldığı kimi digər şəhərlərdə, rayonlarda da alır. Yəni burada bütün yol nəqliyyat hadisələri, eyni zamanda təbii fəlakətlər, yanğın, partlayış və həmçinin oğurluq nəticəsində avtomobillərə dəymiş zərərlər qarşılanır. Eyni zamanda hətta avtomobilində olan sərnişinlərin sığortası da məhz könüllü sığorta növü olaraq təminat altında vətəndaşlar əldə edə bilərlər. Çünki biz bugün düzdür, danışa bilərik ki, bugün Bakı şəhərində sıxlıq kifayət qədər yüksəkdir. Burada hadisələrin baş vermə ehtimalı daha yüksəkdir, nəinki regionlarda. Amma çox doğru da bir qədər əvvəl qeyd etdiniz ki, yay mövsümündə vətəndaşlar bizim gözəl şəhərlərimizə üz tuturlar, səfər edirlər. Və artıq o sıxlığı biz regionlarda daha çox görürük. Xüsusilə yollarda daha çox müşahidə olunur. Yəni regiona çatanacan o həmin yolda baxırsan ki, yəni əslində o yolun boş olacağını gözləyirsən, amma səfərə getdiyin zaman görürsən ki, əməlli başda avtomobil sıxlığı ilə qarşılaşırsan. Tamamilə doğrudur və elə bu baxımdan o sıxlığın regionlarda olması da məhz hadisə riskini müəyyən qədər artırır. Bu təkcə kasko sığorta növü üzrə deyil, eyni zamanda icbari sığorta növü üzrə də bu artımı biz müşahidə edirik. Çünki bir gün ərzində, tutaq ki, bir sığorta şirkətində 30 hadisə baş verirsə, onun 70-80% Bakı şəhərinə təsadüf edir, digər 20% qədəri isə regionlara təsadüf edir. Amma bu yay mövsümündə, xüsusilə bu yay aylarında biz daha çox yox, ümumiyyətlə bu nisbəti daha fərqli görürük. Yəni normalda, məsələn, bu yay fəslində tutaq ki, bir 60% Bakı şəhərində hadisələr qeydə alınırsa, 30-40% isə regionlarda qeydə alınır. Bu da artıq qeyd etdiyimiz kimi o sıxlığın, səfərlərlə bağlı olan sıxlığın nəticəsidir ki,
artıq o hadisələr də istər icbari olsun, istər kasko olsun, yəni bu nisbəti orada daha fərqli görə bilirik. Bəli, mən indi elə siz avto icbaridən danışdınız. Təbii ki, bu adından da göründüyü kimi icbari növdür və ölkəmizdə nə gözəl ki, 100%lik bir penetrasiyası, yəni sığortalanması müşahidə olunur. Amma avto icbari növlə bəzən kasko növünü qarışdırırlar. Gəlin bizim sürücülərimiz üçün bu növlərin fərqi haqqında da bir qədər məlumat verək. Çox gözəl, məmnuniyyətlə məlumat verərəm. Əslində bəzən sual yaranır ki, kasko varımdır, icbarini də əldə etməliyəmmi? Əlbəttə. Və yaxud da ki, icbari varımdır, kaskonu da əldə etməliyəmmi? Tamamilə doğrudur. Bu yanaşmalar hər zaman müəyyən bir suallarla bizə gəlir. Burada məsələ necədir? Adından görünür kimi icbari avto icbari sığorta növü icbari sığortadır və hər bir nəqliyyat vasitələri, minik, yük, ağır texnikalar, avtobuslar icbari qaydada sığorta olunmalıdır. Bu Azərbaycan Respublikasının bildiyiniz kimi icbari sığortalar haqqında qanuna əsasən həyata keçirilir. Kasko sığorta isə könüllü sığorta növüdür. Bu fərqləri nədən, təminatları nədən ibarətdir? Avto icbari əldə edən şəxs qarşı tərəfin əmlakına və sağlamlığına dəymiş zərəri qarşılayır və yalnız yol nəqliyyat hadisəsi olmalıdır. Amma kasko sığorta növündə həm yol nəqliyyat hadisələri, həm yanğın, partlayış, oğurluq və təbii fəlakətlərdən bağlı mənim avtomobilimin sığortası deməkdir. Yəni, mən kasko sığorta əldə etmişəmsə, hər hansı bir yol nəqliyyat hadisəsi nəticəsində, təbii fəlakətlər, oğurluq, yanğın, partlayış nəticəsində mənim avtomobilimə dəymiş zərəri qarşılayır. Yəni, əsas fərqləri bundan ibarətdir. Həm biri icbaridir, digəri könüllüdür. Kasko varsa, icbari mütləq əldə olunmalıdır. İcbari varsa, könüllü artıq vətəndaşların seçimidir. Bəli, artıq icbari varsa, kaskonun əldə olunması arzu ediləndir və vətəndaş yönümlüdür və hər bir sürücü üçün bir növ daha böyük rahatlıq verir. Bəzən yəqin ki, siz də bununla rastlaşmısınız. Hadisə kasko sığorta növü üzrə baş verir, amma sürücülər müraciət edirlər, avto icbarisi olan sürücülər müraciət edirlər və təminat almaq istəyirlər və sığorta şirkətlərinin nümayəndələri artıq burada izah edirlər ki, bizim sürücülərimizə əslində hadisə kasko sığortası üzrə də baş verib və kasko sığorta düşünürəm ki, sürücünü daha bir növ ürəyini rahat eləyir. Çünki avtomobili biz bəzən elə yerlərdə saxlayırıq ki, bu zaman hər hansısa bir hadisələr baş verir. Həm də sürücünün öz təqsiri üzərindən, öz avtomobilinə dəyən zərəri də təminat altına alır, deyilmi kasko sığortası? Bugün son dövrlər, elə bu yaxınlarda bir torpaq sürüşməsi nəticəsində ağacın qırılaraq avtomobilin üzərindən düşməsi təbii ki, kasko sığorta növünü daha da gündəmə gətirir. Əgər zərər çəkən avtomobillərin bu kimi hallarda kasko sığorta növü olarsa, təbii ki, bu sığorta hadisəsi hesab olunacaq və tərəfə sığorta ödənişi həyata keçiriləcək. Və bir məqamı da çox doğru qeyd etdiniz, mən buna kiçik bir səyahət etmək istəyirəm. Bəzən sual yaranır ki, güclü külək nəticəsində ağac qırılıb avtomobilimin üzərinə düşüb. İcbari bunu qarşılayırmı? Bu suallar da bizə tez-tez gəlib çatır. Amma biz xüsusilə elə efiriniz və sayənizdə qeyd etmək istəyirəm ki, bu hallarda yalnız kasko sığorta növü olarsa, təminat altına alınır vətəndaş, ödəniş almaq hüququna malik olurlar. Və kasko sığorta bir daha qeyd edirəm ki, və elə sizin sözünüzü qüvvət olaraq bizim sürücülərin bir rahatlığıdır. Çünki kasko sığorta təkcə hər hansı bir predmetin qırılaraq avtomobilin üzərinə aşması deyil. Eyni zamanda bugün ölkəmizə gələn yeni nəsil avtomobillər və bütün bunların düzgün istifadə olunmaması müəyyən bir yanğına səbəb ola bilər. Hansısa bir yerdə bir yanğının baş verərək nəqliyyat vasitələrini keçmə ehtimalı var. Və bundan başqa regionlarda sel, daşqın kimi təbii fəlakətləri biz tez-tez eşidirik. Xüsusilə qarşıdan payız mövsümü gəlir. Artıq bu çağlarda su səviyyəsinin artması riski, istər təkcə region deyil, özünüz də bilirsiniz ki, mart ayında, aprel ayında bu ildə kifayət qədər yağıntılar Bakı şəhərində yağdı ki, və böyük bir fəsadlar verdi. İstər qeyri-yaşayış obyektləri olsun, fərdi yaşayış evləri olsun, hətta avtomobillər olsun. Və bu kimi risklər üçün bugün kasko mən hesab edirəm ki, ən optimal addımlardan biridir. Yaşayış və qeyri-yaşayış sahələrindən danışdınız. Düşünürəm ki, yay mövsümü risklərindən danışmışkən elə mütləq daşınmaz əmlaklara da və daşınan əmlaklara da toxunmaq lazımdır. Bax, bu sahədə hansı sığorta növləri bizim vətəndaşlarımıza bugün sığorta şirkətləri tərəfindən təqdim olunur və sığortalı evini, əmlakını sığortalamış bir vətəndaş hansı üstünlükləri qazanır? Demək olar ki, xüsusi bütün risklər var. Ölkəmizdə hansı ki, biz həm bugün tez-tez rastlaşırıq, həm ehtimalı böyük olan sığorta hadisələr riskləri var. Bütün bunlar əmlaklar üzrə vətəndaşlara təminat verilir.
İstər icbari olsun, istər könüllü sığorta növü olsun, hətta əmlakımız üzərindən bir məsuliyyət sığortası olsun, bütün bunlarda xüsusi risklər var. Hansı risklərdir? Tutaq ki, mən əmlakımı sığorta etdirmişəm, burada yanğın, partlayış, təbii fəlakətlər, oğurluq nəticəsində əmlaklara dəymiş zərərlər, hər hansı bir predmetin əmlakın üzərinə düşərək zədələnməsi olsun. Yəni, bütün bu xüsusi risklər təminatdadır. Və ən çox rast gəlinən risklərdən, hadisələrdən də biri məhz yanğın hadisələridir. Hər gün demək olar ki, biz haradasa bir yanğın hadisəsi eşidirik mətbuatda, mediada və bu onu göstərir ki, risklər hər zaman var. Bu sadəcə ola bilər ki, daha çox baş verə bilən risklərdəndir. Amma bölgələrimizdə bir qədər əvvəl ona toxunduq ki, təbii fəlakətlər baş verə bilər. Hansı ki, seldir, daşqındır. Bu hadisələr daha çox elə kifayət qədər az-az da olsa zəlzələlər də qeydə alınır və bu da köhnə tikililərdə mən bir çatlar yaradır. Hansısa bir torpaq sürüşməsinə gətirib yekunda çıxarır ki, bu da yekunda digər əmlaklara zərər vurur və təbii ki, orada xəsarət alan şəxslər də var. Təkcə əmlakdan söhbət getmir burada. Eyni zamanda şəxslər var ki, onlar da təbii ki, zərər çəkir, həkimə müraciət etməli olur və bütün bunlar onu göstərir ki, sığortanın əhəmiyyəti kifayət qədər böyükdür. Həm yaşayış obyektləri olsun, həm qeyri-yaşayış obyektləri olsun və mahiyyət olaraq bunun əldə olunması bir növ istər sahibkar olsun, istər bir şəxs olsun, vətəndaş olsun, öz maliyyə dayanıqlığını təmin etmək üçün atılan optimal addımlardan biridir. Çünki 50 manat ödəyib əgər 25 min manat əmlakımızı sığorta ediriksə, hesab edirəm ki, bu daha rahat addım və daha optimal bir addımdır. Amma nəinki bir il ərzində biz daha o riskli rahat yaşamayacaq. Təbii ki, səfəri rahat edə bilməyəcəyik, işə rahat gedib gələ bilməyəcəyik, rahat hətta yatmayacaq bəzi hallarda. Ona görə bunun üçün 365 gün əmlakımızı kiçik bir məbləğ ödəməklə tövsiyə olunur ki, sığorta edək. Bəli, tamamilə düzgün qeyd edirsiniz. Mütləq xüsusilə yay mövsümü risklərini biz indi qeyd edirik, amma fəslindən asılı olmayaraq daşınmaz əmlakımızın sığortalanması çox vacib məsələlərdən biridir. Çünki biz elə bir insanlarıq ki, elə bir cəmiyyətik ki, bizim üçün daşınmaz əmlak çox önəmlidir. Bəzən bütün ömrü boyu bir evimizin olması üçün, gözəl bir evimizin olması üçün çalışırıq və bu çalışmağımızla bərabər həmçinin də sığortalamalıyıq ki, bir anın içində hər hansı bir bədbəxt hadisə nəticəsində evimizi tamamilə itirməmiş olaq və bizə sığorta şirkətimiz tərəfindən, sığortalandığımız şirkət tərəfindən bizə dəstək gəlsin. Müəllim, gəlin elə daşınar əmlaklarla bağlı məsələyə də toxunaq. Çünki biz qeyd edirik ki, bəli, hər hansı bir yanğın hadisəsi baş verir və yaxud hansısa sel baş verir, hər hansısa bir təbii fəlakət baş verir və bu zaman təbii fəlakət təbii ki, demir ki, mən ancaq evin o daşınmaz hissəsinə zərər vuracam, amma evdəki müəyyən əşyalar, daşınar əşyalar heç bir zərər görməsin. Bax, bu sığorta növü də hazırda sığorta şirkətləri tərəfindən, ölkəmizdə fəaliyyət göstərən şirkətlər tərəfindən vətəndaşlara təqdim olunur. Müraciət edirlərmi bu növlər üzrə ümumiyyətlə vətəndaşlar sığortalanmağa? Yəni, burada maraq nə dərəcədədir və əgər müraciət etmirlərsə, nə üçün müraciət etsinlər? Bu da tez-tez verilən suallardandır ki, bu hadisələr baş verdikdə daşınmaz əmlak sığortasını əldə edən vətəndaş daşınar əmlaka görə də təminat əldə edir, yoxsa yox? Bu suallar tez-tez verilir və çox təəssüf hissi qeyd edim ki, bugün daşınar və daşınmaz əmlak bazarında olan vəziyyət tam 100% bir nəticə deyil. Təxminən əmlak üzrə bazarın 20-25% sığortalanır. Çünki bugün baş verən hadisələrdən biz kifayət qədər bu ilin mart ayında da gördük, aprel ayında da gördük ki, kifayət qədər müraciət edən şəxslər var. Amma sığortalı olan şəxslər onun təxminən 20%-ni əhatə edir. Və bu onu göstərir ki, yarısı 70-80% əmlaklar sığortalı deyil. Xüsusilə icbari sığortalı deyil. Və nəzərə alsaq ki, digər daşınar əmlaklar könüllü sığorta növüdür və bu da müqayisədə daha aşağı bir göstəricidir, nəticədir. Və bu ümumilikdə və bəzən elə bu sual da yaranır ki, bir yanğın hadisəsi baş verdi, mən daşınmaz əmlakımı icbari olaraq sığorta etmişəm, bəs onun içərisindəki əşyalara da təminat verilirmi? Təəssüf ki, adından göründüyü kimi bu daşınmaz əmlakın icbari sığortasıdır. Əgər mən daşınar əmlaklarımı da sığorta etmək istəyirəmsə, bu artıq könüllü sığorta növüdür və könüllü daşınar əmlakımı da sığorta etdirmişəmsə, yenə də qeyd olunan o risklər üzrə də təminat veriləcək. Amma hər bir halda istər şəxslər öz evlərini, evin içində olan əşyalarını sığortalaya bilər. Eyni zamanda bugün ən
çox da mən hesab edirəm ki, vacibdir sahibkarlar üçün. Çünki sahibkarlar bir əmlakını qeyri-yaşayış obyektini sığortalayır, tutaq ki, bir geyim mağazasıdır. Və orada kifayət qədər 50 min, 60 min və 100 min, bəlkə də daha çox ambarlarda da mal qalığı olur və bunlar daşınan əmlak sayılır. Və binanın altında olan bir obyektlərin xüsusilə su basma riskləri var. Hansı ki, bu müəyyən o satıla biləcək malların keyfiyyətini, görünüşünü itirəcək və təbii ki, o satışa tam yararsız bir hala çevriləcək. İstər ərzaq olsun, istər qeyri-ərzaq olsun və bütün bunların çeşidinə, onun görünüşünə, keyfiyyətinə istər su basma, yanğın hadisələri olsun, kifayət qədər zərər vura bilir. Və tam məhv olmasa da belə onun bir hissəsinin yanması, bir hissəsinin suyun altında qalması artıq onun satışını kifayət qədər təsir edən bir amildir və demək olar ki, tamamilə satışının qarşılığını ala biləcəyi bir amildir. Ona görə xüsusilə sahibkarlara mən burada ünvanlanmaq istəyirəm ki, onlar eyni zamanda daşınan əmlaklarını da sığorta etsinlər. Çünki bugün baş verə biləcəyi risklər təkcə daşınmaz əmlak üçün belə deyək də vacib deyil. Eyni zamanda o hadisə nəticəsində daşınan əmlaklara da kifayət qədər zərər deyil. Və bu da elə sahibkarlar var ki, onu kredit götürür, müəyyən bir biznes qurur və daha sonraki aylarda kreditin ödənilməsində müəyyən bir çətinlik çəkir. Və yaxud da ki, öz hesabına, öz büdcəsinin hesabına bir biznes qurub, yekunda o bir hadisənin nəticəsində bütün o əldə qoyduqları o pullar tamamilə sıfıra enir və yaxud da ki, 70-80% itkiyə məruz qalır və bu da yekunda sahibkarın mənfəət əldə etməsi, işlərin saxlanması olsun, gəlirlərin əldə olması bütün ümumilikdə bu mexanizmə təsir edən kifayət qədər amildir. Ona görə elə həm sahibkarlar, həm vətəndaşlar öz mənzillərinin və daşınan əmlaklarını sığorta etdirsinlər. Və bütün bunlarla yanaşı eyni zamanda ölkəmizdə sığorta şirkətləri tərəfindən təqdim olunan məsuliyyət sığortası var. Yəni bugün vətəndaş evini sığortalayır, öz evi üzrə təminat əldə edir. Eyni zamanda kiçik bir məbləğ 30 manat, 40 manat illik ödəməklə öz əmlakları üzərindən bir məsuliyyət əldə edirlər. Yəni mənim evimdə tutaq ki, yanğın baş verdi. Bu yanğın kiminsə avtomobilinə keçdi və ya kiminsə evinə keçdi. Artıq o keçən əmlaklara digər tərəfdə olan əmlaklara vurduğumuz zərər də məhz həmin məsuliyyət sığortası üzrə ödəniş həyata keçirilir. Və hətta qonşuda olan bir şəxsin sağlamlığına da ziyan vurmuş olaramsa və yaxud da ki, aşağıda maşında bir şəxs də yaralanarsa, əzilərsə, artıq məsuliyyət sığorta növü üzrə həm sağlamlığa təminat veriləcək, həm də əmlaka. Bəli, bu da çox önəmli sığorta növlərindən biridir və elə siz qeyd etdiyiniz kimi burada da iş adamları xüsusilə bu sığorta növünə diqqət eləməlidirlər. Çünki bəzən tikintilər zamanı da belə hadisələr baş verir. Yəni ən çox rast gəlinən məsuliyyət sığortası ilə bağlı hadisə növlərindən biri odur ki, hər hansı bir ərazidə bir tikinti aparılır və kənarda kiminsə avtomobilinə, kiminsə sağlamlığına təəssüflər olsun ki, zərər verilmiş ola bilir. Bax, bu zamanda məsuliyyət sığortasına mütləq də ki, iş adamları, biznes sahibləri müraciət edərək bu sığorta növü üzrə mütləq şəkildə sığortalanmalıdırlar. Əslində, əmlakımıza dəyən, avtomobilimizə dəyən zərərlərdən danışdıq, risklərdən danışdıq, amma düşünürəm ki, ən önəmlisi sağlamlığımıza dəyən zərərlərdir və sağlamlığımızla bağlı yaşadığımız problemlərdir. İstər yay mövsümü olsun, istər qış mövsümü olsun, sağlamlığımızı mütləq ki, sığortalamalıyıq. Bax, bu sığorta növü barədə də məlumat verməyinizi istəyərdim. Bugün sığorta şirkətləri tərəfindən təklif olunan könüllü sığorta növlərinin biri də tibbi sığortadır. Tibbi sığorta əldə edən vətəndaş 365 gün istər hər hansı bir hadisə nəticəsində, istər profilaktik olaraq həkimlərə müraciət edə bilərlər və burada xüsusi bir məqam var ki, könüllü tibbi sığortası olan şəxs könüllü qaydada klinikanı istər özəl, istər dövlət özü seçə bilir, həkim özü seçə bilir və hansı bir müayinələri verdikdən sonra hətta ehtiyac yaranarsa dərman reseptlərinin yazılması, dərmanların verilməsi, hətta ehtiyac yaranarsa əməliyyatların həyata keçirilməsi, bütün bunlar könüllü sığorta növü üzrə tam qarşılanır və vətəndaş respublika üzrə qeyd olunan demək olar ki, bütün əksər özəl və dövlət xəstəxanalarına bununla bağlı müraciət edə bilərlər. Və əgər sağlamlığımızdan, öz həyatımızdan danışırıqsa, bir neçə həyat sığorta növü də var ki, bunlar da bizim üçün çox vacib məsələdir. Məsələn, kredit götürən şəxs öz həyatını sığortalaya bilər ki, kredit müddəti ərzində istər əlillik alarsa, istər həyatını dəyişərsə, bütün bununla bağlı xərcləri sığorta şirkəti həyata keçirir. Bu halda hər hansı bir zamin, girov tələb olunmur, belə deyək də, onunla bağlı bir hansı bir müraciət vərəsələri narahat edilmir və s. Tam olaraq sığorta şirkəti müvafiq qaydada ödəniş həyata keçirir
Bununla bağlı artıq yeni bir konsepsiya hazırlanır ki, siz də çox gözəl bilirsiniz ki, işsizlikdən sığorta. Böyük bir layihə hazırlanır ki, burada da artıq vətəndaş kredit götürən şəxs müəyyən bir özündən asılı olmayan bir səbəblə iş yerindən azad olunarsa, şirkət bağlanarsa, ixtisara düşərsə, bu kimi hallarda da sığorta şirkəti onun kreditini bağlayır və bununla bağlı yaşam sığortası var ki, hansı ki bizim üçün həm 3 il ərzində qazanc verir, istənilən halda qazandırır. Eyni zamanda 3 il ərzində ölüm halından sığorta təminatı verilir və bununla bağlı bir neçə, təbii ki, biz həyatla bağlı sığorta növlərindən danışa bilərik ki, olduqca geniş və vacib bir sığorta növləri var. Bəli, Emin, bir qədər əvvəl qeyd etdiniz, daşınmaz əmlakın sığortalanması ilə bağlı və təəssüf hissi ilə qeyd etdiniz ki, təəssüf ki, burada gözlənilən sığortalanma o qədər də ürək açan deyil. Amma illərdir elə siz də bu prosesin içərisində iştirak edirsiniz. İstər tənzimləyici qurum olan Azərbaycan Respublikası Mərkəzi Bankı, istər İcbari Sığorta Bürosu, istər Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq maarifləndirmə işləri aparılır və siz də bu maarifləndirmə işlərinin çox fəal ekspertlərindən birisiniz. Bax, söhbətimizin sonunda bizim vətəndaşımıza ünvanlamaq istədiyiniz mesajlar nə olardı sığortalanma ilə bağlı və ya sığortalanmağa çağırış, təşviqlə bağlı? Ümumiyyətlə, hər zaman mən bununla bağlı xüsusilə qeyd edirəm ki, mahiyyətinə varıb sığorta növlərini əldə etməmiz tövsiyə olunur. Amma bugün istəyirəm biraz fərqli çıxış edəm. Bugün kiminləsə dostluq edəndə düşün, belə bir deyim var ki, o insanla dostluq etməyim üçün bir yola çıxmalıyam ki, onunla bir dostluq edeyim, baxım görüm dostluğa layiqdir, yoxsa yox. Xüsusilə sığorta növünü əldə etməyən vətəndaşlara səslənəcəm ki, bir il bir sığorta növünü əldə edin, sınayın ki, bu sığortanın mahiyyəti nədir, sığortaya güvənmək olarmı, yoxsa yox və ondan sonra artıq qərar verin ki, davam edək, yoxsa yox. Belə tövsiyə edirəm. Bəli, təşəkkür edirəm sizə. Həm maraqlı, verdiyiniz maraqlı məlumatlar üçün, həm də maraqlı tövsiyələriniz üçün çox sağ olun verilişimizə gəldiyiniz üçün. Mən təşəkkür edirəm Aytan xanım, uğurlarınız bol olsun. Çox sağ olun. Belə, əziz tamaşaçılar, sığortalı dostunuzu izləyirdiniz. Səyahət planları qurmusunuzsa, risklərinizi də mütləq idarə etməlisiniz. Çünki hadisə gözlənilməz və qaçılmazdır. Səfərə çıxırıqsa, sığortalanmalıyıq. Çünki həyat məhz sığorta ilə rahatdır. Görüşənədək.